mümkün tutmaz Bicdoğanın bu mövzuda. Özünüz bilərsiniz, konsertinə də gedə bilərsiniz, səsini də sevə bilərsiniz, qaynaq saçında, əməliyyatlı burnuda, qoyulma çənəsində, qoyulma yanağını da sevə bilərsiniz. İndi mən acca dodağımı şişirtmişəm, 5 qat bu dodaqdan yuxarı olan dodağını da. Amma mən danışdığım mövzuda bir insan kim Bicdoğana yaxşı edir deyibsə, elə əxlaqsızın yekəsi odur. Sonra Bicdoğandır. Mənim danışdığımda hüquqa ziddirsə, qoy aidiyyat orqanlar bu barədə məni məsuliyyətə cəlb eləsinlər. Mən nə deyirəm ki? Mən deyirəm, əxlaqsız olmayın da, gedin ailə qurun. O qədər kasıb qeyrətli oğlanlar var ki, subay. Gedin də, o qədər varlı qeyrətli oğlanlar var ki, subay. Gedin də, başınıza qəhətdir. Gərək alkaş başqasının ərini içirdib, gətirib istifadə eləyəsən onu alkaş vəziyyətindən. Cəmaatı mən ayıltmışam, biləsiz. Öz xanımlığına deyir, hörmət etsə etməz. Etmir. Nəsildə də kişi yoxdur, başpapaqlı yoxdur. Dəfələrlə demişəm. Desin ki, ay bacı qızı bizim başımızı yerə soxun. Sizə bir öz başıma gələn bir şeyi açıb danışacağım. Mən müğənniliyə təzə başlayanda məni qohumlarımdan bir neçə nəfər mənə qarşı qara kampaniya başladılar. İndi heç nə yazmayın, fikrinizi mənə adaqlayın. Çünki suallarınıza cavab verə bilməyəcəm. Çox sağ olun. Hamınız məndən həmfikirsiniz. Heç kim mən burada təhqir eləmirəm. Mən deyirəm ki, sizə sual verirəm ki, qızınız başqasının ərindən gizlin yolla uşaq doğsa, razı olarsınız? Həmən şeyi danışıram. Ola bilər biraz sərt danışıram. Sərt. Hamı da yazır, yox. Öz qızınızı niyə el adəti ilə ərə verib toy eləyirsiniz hamının şahidliyi ilə? Deyir, gedin ki, olun dibində kimisə ərinə uşağı itəliyin geçsin də. Kəbin nədir? Kəbin. Gedin mollaların səhifəsinə yazın. Mən Zaksdan danışıram. Zaksa sənədi uyğun olmasa da eybi yoxdur da. İndi müstəsna hallar var. Əsas odur, el aləm şahidlik olsun. Bəy gəlin, oturur yuxarı başda sizin şahidliyinizlə. İndi orada kabab gəmirirsən, sulu xəngəl yiyirsən ya da tortla çay içirsən, fərqi yoxdur. Nəsə bir təyam düzülməlidir də süfrəyə. Deyirəm ki, öz balalarınıza razı olarsınız. Hamı yazıb ki, düzdür bacı, qeyrətin qadasından var olun. Mən bunu deyirəm. Mən təzə oxumağa başlayanda çox maraqlı bir mövzudur. Allah kasıbçılığın üzün qara eləsin. Atamın vaxtında biz çox varlıydıq. Atam öləndən sonra biz çox kasıbladıq. Bizdən bir çox qohumlar, ata tərəfim yox, ana tərəfim sanki imkanları var idi deyə elə bil qorxdular ki, biz bunlardan ömür boyu pul istəyərikmi? Yəni, əslində onların bəzilərinin borcuydu. Çünki onların bəzilərini mənim atam çörəyə əlini çatdırmışdı. Biz də düşünürdük ki, həm yaxın qohum, həm də atamın sayəsində filan səviyyəyə çatıblarsa. Bir eləyirdi, 5 eləmirdi. Biraz da burada bəraət qazandıracağım. İndi özümün başıma gəlib. Çoxun çox dərdi var imiş. Çünki özlərində əli hələ təzə çörəyə çatırdı. Mən də oturdum, fikirləşdim, anama dedim ki, nə qədər bizə baxacaqlar hər dəfə bazarlıq. Quyuya su tökməklə, quyu su ilə dolmur dostlar. Özümə bir xət çizdim. Və mən sənətimi, yəni müəllimlik diplomumu kənara qoydum. Çünki 5 nəfərə ailə üzvlərimdən özüm qarışıq, yəni uşaq, mən, anam, bacım, 4 nəfər, bir nəfərlik pulda belə deyim ki, evə baxmaqdır, maşını da təzə almışdım. Bu rasxodlar da elə bir ailə demək. Yəni 5 nəfərə baxmaq, lap olsun 4 nəfərə baxmaq bir müəllim maaşı ilə çatmırdı. Mən müğənniliyə başlayanda mənim həmin o bizə kömək eləmək istəməyən ana qohumlarım bəziləri başladılar pıç haqqımda ağzına gələnləri danışmağa da, yetim qıza, kasıb adama söz tez yapışır, vedrə bağlamağa. Bax, nə kömək eləmirlər, nə də imkan vermirlər ki, özün qazanasan. Kasıba söz tez yapışır. Kasıb özlərdən boşanan qadın. Mən başladım oxumağa və uğur qazanmağa. Uğur qazanandan sonra həmən vaxt ilə mənə pisləyənlər qapımızı da açdılar, süfrələrimizin başında da oturdular, süfrələrinin başında da oturduq. Amma bu həyat çox alçaq üzünü də bəzən göstərir insanlara, nə mənada. Sən kasıbsansa, ərdən də boşanmısansa, pulun yoxdur, asılısan o qohumdan, səni əzmək istəyəcək. Hamısını demirəm, bəzilərini. Amma sən varlanandan sonra həmin qohumlar
Sənin süfrəsinin başında oturdur, səndən. İndi bu gün mən saymıram. Mən saymıram. Bəzilərinə, məsəl üçün, müəyyən xeyir işlərdə kənardan dost var, düşmən var, adamın başına qalxacaqlar. Ya da deyəcəklər, yəqin o bunu saymadı. Belə, yəni saymaq xətrinə, böyük xətrinə. Məsələn, bir nəfəri mən yoldaşımın sözü ilə dəvət elədim bir məclisə. Onun eləsi var, arvadından qorxur. Ad demirəm, özləri bilirlər, hamısı bilir. Həyata gələsən, kişi olasan, müəyyən yaşa da çatasan, arvadın qorxusundan öz yaxın qohumlarının təhmənim yox, qapılarını açmayasan. Bu da dəhşətli bir şeylərdir də. Yəni mən həyatın hər izini görmüşəm. Seyfəddin doktor mənim nəslimin böyüyüdür. Mən müğənniyə başlayanda mənim Allah rəhmət eləsin, Mamed əmim, atamın qardaşı. Bir o, bir də Seyfəddin həkim. Dedi, yaxşı eləmisən, biz sənin bələdik ağlına da, dərrakənə də pis sənət yoxdur, pis peşə yoxdur. Bizim müğənnilik sənətində o qədər nümunəvi əxlaqlı xanımlar var ki, gedib müəllim işləyəndə güya nə olur ki, müəllimin güya pisi yoxdurmu, həkimin pisi yoxdurmu? Elə həkim var ki, valla müğənni yenə səhərə yaxın da olsa 3-də 4-də evinə gəlir. Elə həkim var, yeri gəlsə smendə qalır. Onda onun ərini neynəsin? Ona görə də həkimlərin də qeyrətlisi çoxdur, müəllimlərin də çoxdur. İnsan özü pisdirsə pisdir. Yəni mənim xeyir, Allah heç bir evə şər qismət eləməsin. Mənim bütün xeyir işlərimdə Seyfəddin Əsəd həm atamın yetirməsidir, həm atamın bacısı oğludur. O, elə bir fəxr olunası da qohumumdur ki, o məni dəyərləndirir, bəsimdir. Süfrəmin başında olur. Toyumun açılışını o eləyir. Əmim deyil, mamam oğludur, atamın bacısı oğludur. Və o da elə bir insandır ki, o mənim nəsə bir səhvimi görsə, üzümə deməz, ömürlük silər məni. O elə bir xəsiyyətli adamdır. O nə görür? O görür ki, Afət çalışdı, ailə qursun. Bacımı ailə qurdurdum, qardaşımı evləndirdim, bacımı evləndirdim. Axırda da özüm ailə qurdum, sonra da oğlumu evləndirdim. Həyatın əxlaq normalarında o görür ki, mən həmişə bu addımları atıb, ciddi mənim səhvim yoxdur. Xırda para səhv, necə yəni, gedəsən bicdə oğasan, məsəl üçün silərləri, məni o tipli qohumlarım silər. İndi mən dostlar, nəyə gətirirəm sözü? Bicdə gətirirəm ki, elə qohumları var ki, bilirlər mən düz deyirəm. Mənə çıxıblar, mən belə deyim ki, direktimə yazıblar da, deyir, nə eləyək? Nə eləyək? Deyir, əlimizdən işinə gəlmir. Gedib deyir, bir şey deyəcəyik, başımıza on gətirəcəklər ki, sənə nə. Bacım hər 2 dəfə ailə qurub. Birincidə uşağı olmadı. Özdə oğlanın uşağı olmadığını bildik ki, olmayacaq. Ayrıldılar el adəti ilə. Allah onu da xoşbəxt eləsin. İndi ayrılan məqamda ayrılana can demir ki, hamının arasında davad olur, şavad olur. Amma bugün geriyə nəzər salanda bacım xoşbəxtdir deyə bugün, bəlkə də ona görə. Biz bacımın keçmişdə ayrıldığı biləsi vardan idi. Biz onlara nifrətimiz, kinimiz yoxdur. Bircə mən o vaxt ona hirslənmişdim ki, sən ki bilirsən, sənin oğlunun uşağı olmayacaq. Mənim bacım alıb niyə bədbaxt eləyirsən, belə. Amma Allah onu da xoşbəxt eləsin. İnsandır da yəqin fikirləşib ki, bəlkə. O da şükürlər olsun ki, mənim bacım artıq həyatda öz yarını tapıb. Elə bayaq yoldaşım deyir ki, heç bacınla danışmırsan. Deyirəm, evdə tapmaq olurmu? Bir gün Romadadılar, bir gün İspaniyadadılar, bir gün Amerikadadılar, bir gün, nə bilim, Kanadadadılar. Kanadada. Yəni, uşaqlarını da götürürlər. Yeznəm də Almandır, bəli. Belə canım mənim. Yəni, mənə burada hərdən pis komment yazan bilirsiniz. Ağzı əyri göz çaşdı. Çünki yüzlərlə kommentin içindən biri var 99 komment mənə pis yazar. Deyərəm, köprü özümə çəki düzən verim. Bu da o deməkdir ki, bizim insanlar, mən düşünürdüm ki, pislər 50-nin 50-yədim görəsən insanlar. Amma yox, böyün şükürlər olsun ki, bunun şahid oldum ki, insanlar düzün tərəfindədirlər. Mən heç kimin adını çəkmirəm. Kimin adını burada yazmayın. Çünki mənim səhifəmi kirləndirməyin. Əxlaqı olanlar bilir nə edirəm. Bircə bu sualı verirəm sizə hər dəfə. Qızınızın evli kişidən gizlin yolla uşaq doğmasını necə qəbul edirsiniz? Səməndər Mirzəyev, yox, mənim bacım Almaniyaya köçürdü. Ona görə qardaşım oradadır. Ona görə çünki o istəyirdi dünyaya çıxsın da, onun biraz nə bilim fikirlərinə hörmətim var. Mən yaşaya bilmərəm Almaniyada. Burada da ona görə yaşayıram ki, Mamed buradadır. Yoxsa ki, Mamed olmasa burada bu dəqiqə gələrəm Azərbaycana. Sabah Mamed məni boşasın.
Allaha and içirəm ki, bu dəqiqə dönərəm. Dünyada Azərbaycandan gözəl yer yoxdur. Bizim insanlardan gözəl yoxdur. Hə, Moskva gözəl şəhərdir, çox gözəl.